8 noyabr 2025-ci il tarixində Masallı rayon İcra Hakimiyyətinin və 11 saylı Regional Meşə Təsərrüfat Mərkəzinin birgə təşkilatçılığı ilə 8 noyabr Zəfər günü münasibəti ilə rayonun Hüseynazlı kəndində ağacəkmə aksiyası təşkil olunub. Ağacəkmə aksiyasında Masallı rayon icra rəhbəri Araz Əhmədov, icra aparatının nümayəndələri, Masallı rayon polis şöbəsinin rəisi Azay Ağayev, polis mühafizə orqanları, bələdiyyə sədrləri, şəhid ailələri, qazilər, Meşə İdarəsinin işçiləri, media nümayəndələri də iştirak etmişdir. Meşə İdarəsinin rəisi Nəsimin Nəsibovun dəvəti ilə aksiyası tədbirin əməkdaşları da aksiyada iştirak etdi. Efra aldı Məsdiyev Ruslan, müsahibə aldı Burada olsun Zəfər Salih. Park. Bugün əhdi, burada xeyirli olsun Zəfər Parkı. Bugün bu ilin konstitusiya və suverenlik ili çərçivəsində rayonumuzda ilin axırına qədər hələ ağac əkmə kampaniyası davam edəcək. Biz hesab edirik ki, bu hava şəraiti imkan verir ki, biz daha çox ağac əkək. Xüsusilə Bakı-Astara avtomobil yolunun rayonumuzun ərazindən keçən hissələrində yol qovşaqlarında olan boş ərazilərin yaşıllaşdırılması istiqamətində istəyirik ki, əməli tədbirlər görək. Hətta ora elə ağaclar əkilir ki, çoxlu meyvə ağacları əkililir. Ancaq belə yaşıl ağacların, həmişə yaşıl ağacların əkilməyi də, çinarların və digər ağacların əkilməyi də elə yenə də meşə təsərrüfatının tətbiq olmasıdır. Bu işdə zəhməti olan meşə 11 saylı Meşə İdarəsinin rəhbərliyinə, Ekologiya Təbii Sərvətlər Nazirliyi rəhbərliyinə, rayonumuzun hüquq və digər rəhbər, idarə, müəssisə rəhbərləri, bütün rayonun sakinlərinə xüsusi təşəkkür edirəm ona görə ki, bizim rayonumuzda ağac əkmə kampaniyasına ürəkdən yanaşır, xüsusi diqqətli. Yəni, iş xatirinə deyil, kampaniya xatirinə deyil, həqiqətən rayonumuzun yaşıllaşdırılması xatirinə həyata keçir. Yeri gəlmişkən, hər gün mən bu balıq ağaçlarını, rayonumuzun ərazisində salınmış balıq meşələrini görəndə sadəcə qəlbim iftixar hissi ilə doğur və o həmən bu balıq meşələrini salınır, dünyasını dəyişmiş bütün rəhbərlərin əziz xatirəsini yad edir. Bütün Masallı Azərbaycan Respublikasında bu qədər balıq meşəsi olan yeganə rayonlardan biridir. Bizim isə borcumuz bu yaşıllıqları artırmaq, daha da çox artırmaq. Bugün əkdiyimiz ağaçlar, bu park olacaq Zəfər Parkı və bugünkü bayram münasibətilə, sabahki Azərbaycan Respublikası Dövlət Bayrağı günü münasibətilə sizin simanızda bütün Masallıların hamısını təbrik edir. Bayramımız mübarək olsun, zəfərimiz isə əbədi olsun. Allah Azərbaycan xalqına və sağ olun, var olun. Masallı rayonun haqq səsi TV1-in əməkdaşıyıq. Elxan müəllimin təşəbbüsü altında yəni biz müxbirlər sizin həmişə qulluğunuzdayıq. Sizin də gözəl işlərinizlə haqq səsi TV1-in müxbiri olaraq biz də bu günləri sizin hüzurunuzdayıq. Yeniliklərlə bağlı nə varsa bizə izah edə bilərsiniz. Çox sağ olun, xoş gəlmişsiniz. İlk öncə mən sizin timsalınızda bütün Azərbaycan xalqımızı, dövlətimizi, millətimizi bu gözəl gün, bu Zəfər bayramı günü münasibətilə təbrik edirəm. Təşəkkür ederim. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, Allah xalqımızı, dövlətimizi, millətimizi qorusun. Allah bizim rəşadətli ordumuzu qorusun. Müəllim, yeniliklərlə bağlı nə təsəvvür edərdiniz, təzə nələr başlayır? Bu günlərin biz 11 saylı Regional Meşə Təsərrüfat Mərkəzi olaraq biz Masallı rayonunun bu Hüseynazlı kəndi ərazisində 1 hektar ərazidə 1100 ədəd xan çinarı və eldar şamı ağacları tiklər əkmişik və bu gün münasibətilə bu parkın adında Zəfər Park adlandırılır. Biz 11 saylı Regional Meşə Təsərrüfat olaraq ümumiyyətcə bu il ərzində biz təxminən mən sizə deyim ki, 100 minlərlə ağac etmişik Masallı ərazisində. Və işlərimizi də daha da davam etdirdik. İlin sonuna kimi də yəqin ki, bu rəqəmlər daha da çox olacaq. İnşallah bundan da uca zirvələrdə olasınız. Çox sağ olun. Bundan da necə deyək, biraz da addımlarınız böyük olsun. Yəni həmişə də səssiz ucalardan gəlsin. Bizi də Elxan müəllim, yəni bizim
rəhbərimiz olaraq göndərib. Sizin yəni sağ ki, olun. gözəl sözləriniz, gözəl sədalarınız gəlib onun qulağına çatdığına görə biz də bölgə müxbiri sağ olun. olaraq istədik ki, səsləndirək. Sağ olun, çox sağ Bir olun. daha təşəkkür Elxan müəllimə də edirik. biz təşəkkür edirik ki, Elxan müəllim belə belə tədbirləri yaddan çıxartmır, bizi yaddan çıxartmır. Elxan müəllimə biz təşəkkür edirik. Özümün adından, şəxsən bizim kollektivin adından bir daha bayramımız mübarək olsun. Bu bizim bayram, bizim bu xalqımızın qürur və fəxarətlə qeyd etdiyi bir gündür. Əlbəttə. 30 illik həsrətə bizim möhtərəm prezident cənab Ali Baş Komandanımızın rəhbərliyi altında bəşarətli ordumuz bu həsrətə son qoydu. Çox sağ olun. Allah dövlətimizi, xalqımızı, millətimizi və ordumuzu qorusun. Təşəkkür ederim. Çox sağ olun. Daha şad oldu. Biz Haqq Televiziya əməkdaşı olaraq hər zaman sizin istedadlı davamınızı gəlib çatdığı üçün biz sizin kimi vətən Baba bunu gel laf yapayım temizliği gel. Bunu temizle bunu da yapayım. Yola geldi kaybolur. bu çaşqa üsulu qalsın, deyil mi? Çaşqa üsulu qardaşla fəxr edirik ki, sizin kimi gözəl insanlar var və biz cənab prezidentimiz dediyi kimi də biz dəmir yumruğu olaraq hər zaman bir oluruq və şəhid ailələrinin və qazi ailələrinin hər zaman diqqətimiz, qayğımız altındadır və bizim baş tacımız da var. Biz onlardan fəxr edirik. Çox sağ olun. Sağ olun müəllim, var olasınız. Şad olun. Təşəkkür edirəm, çox əziyyət çəkmisiniz, bayramınız mübarək olsun. Çox Çox sağ olun müəllim. Təşəkkür edirik bir daha. Sağ olun.